Keçən universitet seçərkən bunları çox bilmək istəyərdim. Özəl universitet yazdım, yoxsa dövlət universitetləri yazdım. Mən özəl universitetlərin bu ekspertlərlə müqavilələri olur ki, sən bu qədər tələbə falan göndər mənim universitetimə, mən də sənə onunla da neçə faiz pul ödəyim. Və bəzilərimizin valideynləri qoymur ki, biz evdə özümüz ixtisas seçimi eləyək. Həmişə ümid var, ona görə də bunları eləyə bilərsiniz. Əgər ingilisini öyrənmək üçün sırf ingilis sektoru yazırsınızsa, bunu eləməyin. Bu il inanmıram ballar düşsün. İxtisas seçiminə çox az qalıb, demək olar ki, sayılı günlər qalıb və düşündüm ki, bu haqda bir video çəkmək hamısı üçün faydalı olar. Çünki bəzilərimiz məlumatsız oluruq, bəzilərimiz özümüz ixtisas seçimi kodlaşdırmanı aparmaq istəyirik. Amma məlumatsız olduğumuza görə bəziləri bizi aldada bilər, aldana bilərik. Ona görə də heç bir peşmanlıq yaşamamaq üçün bu videonu axıra kimi izləyin və ixtisas seçiminə bu videoyu izləməmiş getməyin. İlk öncə ondan danışacağım ki, çoxu ixtisas seçərkən ilk öncə ballara fikir verir. Sırf topladığınız yüksək bala görə seçim etməyin. Məsələn, siz 620 bal toplamısınız və düşünürsünüz ki, 620 balım var və mən kodlaşdırmada ən yüksək ballı ixtisası yazmalıyam. Bu düşüncə düzgün deyil. Bu təkcə ixtisasa aid deyil, həm də universitetlərə də aiddir. Məsələn, universitetin adı var, mən bu universiteti yazdım. Halbuki orada verilən təhsildən xəbəriniz yoxdur. Bəlkə siz istədiyiniz təhsili orada ala bilməyəcəksiniz, gözləntilərinizdən bəlkə daha da aşağıdır qat-qat. Və ya universitet olmasın, ixtisas olsun. İxtisasda da yəni eynisi ilə. İxtisasın sadəcə adı var, məşhur ixtisasda, hamısı o ixtisası bilir deyə o ixtisası yazmaq ya da balı çox yüksəkdir deyə onu yazmaq. Siz ilk olaraq nə istədiyinizi bilməlisiniz. Başa düşürəm, indi mən də 17 yaşımda nə istədiyimi bilmirdim. İxtisas seçimi zamanı sadəcə deyirdim ki, mən sadəcə araşdırırdım. Mən bütün yazdığım ixtisasları araşdırırdım. Belə YouTube-da videolar tapa bilərsiniz, ixtisasın adını yazın ya da Google-da axtarışa verə bilərsiniz. Bir dənə sayt var, Azərbaycan ixtisas.az-dır deyəsən, səhv eləmirəmsə. O saytda bütün ixtisaslar haqqında məlumat verilib, hansı universitetlərdən o ixtisasla təhsil ala bilərsiniz falan. Hamısı orada var, oradan araşdıra bilərsiniz. Və elə ixtisasları seçin ki, yəni bildiyimiz qədərilə süni intellekt demək olar ki, bir neçə peşəni arxada qoyur. Elə peşələr var ki, artıq onlara 10 ildən sonra, bəlkə də 5 ildən sonra ehtiyac olmayacaq. Yəni bir ixtisası seçərkən bunu da nəzərə almalısınız ki, yəni 10 ildən sonra bu peşəyə sahib olan insanlara ehtiyac duyacaqlar ya yox. Bunu da təbii ki, siz internetdən araşdıra bilərsiniz. Çünki mən burada bir-bir bütün ixtisasları sayıb 10 ildən sonra onların iş imkanları olub-olmadığını desəm, burada bəlkə də 2 saatlıq video olmalıdır. Ona görə də hamısını, məsələn, sizin istədiyiniz bir ixtisas var. Onu yazın internetə, yazın ki, bu ixtisasa 10 ildən sonra ehtiyac olacaqmı ya da olmayacaqmı deyə sizə cavablar gələcək. ChatGPT-dən də soruşa bilərsiniz. Yəni, mən ümumiyyətlə ChatGPT fanatı deyiləm. Yəni, demək olar ki, ChatGPT-yə heç yazmıram. Ona görə də yəni, normal Google-dan və yaxud da digər saytlardan axtarış eləməyi tövsiyə edirəm. Bir ixtisas haqqında araşdıranda ilk olaraq bu 5 şeyi nəzərə alın. İlk olaraq iş bazasını araşdırın. Daha sonra bu ixtisasın gələcəyi varmı? Bayaq da dediyim kimi, maaş imkanları necədir? Xaricdə işləmək mümkündürmü bu ixtisasda əgər oxusanız? Bəzilərimiz var ki, məsələn, hüquq oxuyurlar burada. Daha sonra deyirlər ki, mən hüquqşünas olaraq xaricdə işləyərəm. Halbuki Azərbaycan Respublikasının hüquqları, konstitusiyası digər dövlətlərin konstitusiyası və hüquqlarından çox fərqlidir. Yəni, hər ölkənin özünə məxsus hüquqları var və əgər siz Azərbaycan Respublikasının hüquqlarına əsasən təhsil almışsınızsa, bizim konstitusiyanı öyrənmişsinizsə, ancaq bunu bilirsinizsə, bu biliklərlə siz xaricdə heç bir iş tapa bilməyəcəksiniz. Uzağı olar ki, siz xaricdə magistr oxuyasınız, elə eynən hüquq üzrə. Həmin o xarici ölkədə hansı ki magistr təhsil almışsınız, orada iş tapa bilərsiniz. Çünki siz həmin ölkənin hüquqlarını bilirsiniz, az da çox bilirsiniz və orada iş tapma imkanınız var. Amma əgər sadəcə burada oxuyub xaricdə işləmək istəyirsinizsə, bəzi məhdudiyyətlər olacaq. Daha sonra keçək ballara. Məsələn, siz ixtisas seçimi edərkən, məsələn, atıram siz 450 bal toplamısınız. 450 bal toplamısınız və siz hansı ixtisasları, neçə ballıq ixtisasları maksimum və minimum yaza bilərsiniz. Çünki bunu mən əvvəl bilmirdim. İxtisas seçimi edəndə mən çox araşdırdım və ondan sonra mənə çatdı ki, siz öz balınızdan yuxarı ixtisasları da yaza bilərsiniz. Öz balınızdan aşağı da ixtisasları yazmalısınız mütləq ki, özünüzü riskə atmayasınız və harasa qəbul olasınız.
Deməli, siz 450 bal toplamısınızsa, siz 550 bal, 600 ballıq ixtisasları yaza bilərsiniz. Düzdür, ora siz məsələn 30% qarantiyalı, yəni siz düşərsiniz, düşməzsiniz. Çünki balların o qədər enmə ehtimalı demək olar ki, yoxdur. Biz bilirik ki, ildən ilə ballar qalxır və əgər ballar düşsə də maksimum, baxın, maksimum 50 bal düşəcək. Ondan çox düşə bilməz. Bu il inanmıram ballar düşsün. Bəziləri ilin əvvəli, məsələn, buraxılış imtahanından sonra dedilər ki, ballar düşər, amma balların düşəcəyinə inanmıram. Çünki tələbə sayı, yəni qəbul olmaq istəyən abituriyentlərin sayı rekord saydadır deyə düşünmürəm. Ola bilər ki, yerində qalsın ballar, ola bilər ki, 3-5 bal qalxsın. Keçək 450 bal. Siz 450 bal toplamısınız. 450 ballıq ixtisaslar yazın. Mütləq yazmalısınız. Amma ondan qabaq sizin məsələn istədiyiniz ixtisas bəlkə də 550 ballıqdır. 550 ballıq ixtisasları ilk növbədə yazın. Ona onsuz da yəni ehtimal var ki, düşməyəsiniz, ki, düşməyəcəksiniz. Amma hər şey ola bilər də, hər şey ola bilər. Ola bilər ki, ballar düşsün, möcüzə olsun, hər şey ola bilər. Ona görə yazın. Məsələn, mən yazmışdım. Mən 590 bal toplamışdım. Mən 660 ballıq ixtisaslar yazmışdım. Düz düşmədim, amma yenə də şansınızı qaçırmayın məncə. Hər şey ola bilər. Baxın, hər şey ola bilər deyə həmişə ümid var. Ona görə də bunları eləyə bilərsiniz. Nəysə, 550 ballıq ixtisasları yaza bilərsiniz. Sonra 530, sonra 500, sonra 400 və 450 ballıq ixtisas və əgər siz 100% qarantiyalı qəbul olmaq istəyirsinizsə, məsələn, ödəniş sizə ya da ödənişli fərq yoxdur. Axırlara həmişə ödənişli yazın. Çünki əgər bu bütün ödəniş sizlərə, siz əvvəldəkilərə düşməsəniz, axırdakı 2-3 dənə ödənişli mütləq düşəcəksiniz. Əgər balınız çatırsa, keçid balını keçmisinizsə. Nəysə, siz 450 ballıq ixtisasları yazdınız və 450-dən sonra aşağı 350-yə kimi ixtisas yazın. Baxın, 350-yə kimi siz ixtisas yazsanız, sizin balınızdan 100 bal aşağıdır. Siz öz balınızdan 100 bal aşağı ixtisaslar yazsanız, sizi garantiləyirsiniz ki, özünüzü mən 100% universitetə qəbul olacağam. Təkcə öz balınızı yazmayın, öz balınıza uyğunları yazmayın ya da öz balınızdan ancaq yuxarıları da yazmayın. Heç bir yerə düşməzsiniz, qalarsınız belə. Yəni özünüzü garantiləməlisiniz ki, əmin olasınız ki, mən harasa qəbul olacağam ən azından. Çünki 450 bal kifayət qədər yüksək bal deyil. Yəni o da qrupdan qrupa asılıdır. Və əgər siz bir universiteti istəyirsinizsə, sadəcə bir universitetdə oxumaq istəyirsinizsə, məsələn, bu ola bilər UNEK, bu ola bilər Bakı Dövlət, bu ola bilər Dillər Universiteti, ancaq həmən universitetdə olan ixtisasları yaza bilərsiniz ki, deyəsiniz ki, hə, mən ancaq bu universitetə düşəcəm. Məsələn, bəziləri onu eləyir ki, məsələn, universitet evimə yaxın olsun. Əslində, yaxşı fikirdir. Məsələn, metro cəhətdən, yol pulu cəhətdən sizin pulunuz çıxmır. Amma onu da fikirləşmək lazımdır ki, bu universitet sizin istədiyiniz təhsili sizə verə biləcək ya yox. Yəni, sadəcə universitetin mənə yaxın olub-olmadığını fikirləşmək məncə düzgün deyil. Çünki bunu çox eləmək istəyən görmüşəm. Deyiblər ki, hə, nə bilim, Bakı Dövlət mənim evimə yaxındır, istəyirəm oranı yazam. Amma siz həqiqətən də düşünməlisiniz ki, ya da araşdırmalısınız ki, bu universitet həmin o təhsili mənə verə biləcəkmi? Yəni, mən gələcəkdə peşman olmaq istəmirəm çünki. Və ingilis dilində tədrisdən danışmaq istəyirəm. Mən Bakı Dövlət Universitetinin sosial iş ixtisasında oxuyuram. Tədrisim ingilis dilindədir. Və əgər ingilis dilini çox da yaxşı bilmirsinizsə, məsələn, sizin dil səviyyəniz A2-dir məsələn, və siz ingilis dilində oxumaq istəyirsinizsə, yəni ingilis sektorda oxumaq istəyirsinizsə, siz indidən ingilis dilinizi məncə gücləndirməlisiniz ya da kurslara getsəniz daha yaxşı olar. Çünki həqiqətən də universitet başlayandan sonra siz çox çətinlik çəkəcəksiniz. Baxın, onu deyim ki, ingilis dili öyrənmək istəyirsinizsə, ingilis sektoru yazırsınızsa, tövsiyə eləmirəm. Çünki ingilis sektorunda ingilis dilini öyrətmirlər. Orada sadəcə fənlər olur və siz şablon olaraq öyrənib danışmalısınız ya da öz sözlərinizlə ifadə eləmək üçün sizin müəyyən qədər ingilis diliniz olmalıdır. Yəni, ona görə əgər ingilis dilini öyrənmək üçün sırf ingilis sektoru yazırsınızsa, bunu eləməyin, çünki bu çox faydasız bir şeydir. Amma ingilis sektoru yazırsınızsa, ingilis dilini bilməlisiniz. Çünki imtahanlar zamanı hər şey ingilis dilində olur. 70 dənə sual hər fəndən, 6 dənə fəndən. Ümumilikdə birinci semestr siz 12 dənə fəndən imtahan verəcəksiniz və hamısı ingilis dilində olacaq. Bəlkə də siz 1000 neçə dənə sual öyrənməlisiniz. Hamısı da ingilis dilindədir və ingilis dilində imtahandan normal keçmək istəyirsinizsə, sizin ingilis diliniz normal olmalıdır. Ona görə də bunu da nəzərə alın. Əgər dil səviyyəniz aşağıdırsa,
amma siz yenə də ingilis sektoru yazmaq istəyirsinizsə, indidən ingilis dilinizin üstündə çox çalışın. Bu arada mən ingilis dilini necə evdə öyrənə bilərsiniz, o haqqda bir video çəkəcəm, yəni izləmədə qalın. Və bəzilərimizin valideynləri qoymur ki, biz evdə özümüz ixtisas seçimi eləyək. Çünki onlar da qınamalıq deyil, onlar da istəmirlər onların bu neçə illik əziyyəti yerdə qalsın. Amma inanın mənə bu çox təhlükəsiz bir şeydir. Çünki mən onu özüm eləmişdim, öz ixtisas seçimi özümü aparmışdım və universitetdə oxuyuram, yəni çöldə qalmamışam və istədiyim ixtisasda oxuyuram. Və mən bilirdim bu ixtisasa təhsil alacağam. Çünki balım normal idi və ixtisas seçimində düzgün aparmışdım və planlamışdım ki, mən burada oxuyacağam. Yəni bunu da siz düzgün şəkildə planlaya bilərsiniz və əgər siz də kodlaşdırma prosesi haqqında məlumat istəyirsinizsə ya da köməklik istəyirsinizsə ixtisas seçimi haqqında mənə Instagramdan yaza bilərsiniz. Bura Instagramımı yazacağam. Valideynlər təbii ki də bunu təhlükəli hesab edə bilər ki, siz özünüz ixtisas seçimi aparasınız. Çünki onlar sizin heç nə bilmədiyinizi düşünürlər ya da onlar sizə sadəcə güvənirlər. Amma bilsin necə çox 100% güvənmirlər. Çünki həqiqətən də bu elə bir şeydir ki, bunu məsələn məlumatsız olub eləmək həqiqətən də çox təhlükəlidir. Çünki bu bizim gələcəyimizdə rol oynayır ona görə. Amma eynilə də eyni dərəcədə təhlükə var ki, siz məsələn indi çoxdur da belə ixtisas seçimi aparanlar 200-300 manat pul verirsiniz onlara və həmin o ekspertlər dələduz olur. Dələduz dediyim nəyi demək istəyirəm? Məsələn, onların özəl universitetlərlə müqavilələri olur. Niyə özəl universitetlər deyirəm? Çünki dövlət universitetlərinə onsuz da abituriyent və tələbə axını çox olur. Ona görə də özəl universitetləri bəziləri istəmir yazmaq və ona görə də özəl universitetlər həmin o ekspertlərlə müqavilələri olur. Ona görə də həmin özəl universitetlərin bu ekspertlərlə müqavilələri olur ki, sən bu qədər tələbə falan göndər mənim universitetimə, mən də sənə onunla da neçə faiz pul ödəyim. Həqiqətən də belə eləyənlər olur və məncə çalışın ki, əgər gördünüzsə, ancaq sizə özəl universitet yazır və sizin balınız normaldır, kifayət qədər normaldır ki, siz dövlət universitetinə düşəsiniz. Bilin ki, orada nəsə iş var. Ümumi olaraq sizə özəl universitetlərin siyahısını oxumaq istəyirəm. Bayaq dediyim kimi, Qərbi Kaspia Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. Deyim də sizə, niyə bəziləri düşünür ki, özəl universitet yazım, yoxsa dövlət universitetləri yazım? Məsələn, məndən çox yazıb soruşanlar olurdu ki, Nigar, səncə özəl universitet yazaq, ya da dövlət universitet yazaq, ya da niyə hamısı deyir ki, özəl universitet yazmayaq? Baxın, çünki dövlət universitetlərini dövlət büdcələşdirir və onun heç bir, necə deyim, belə bir riski yoxdur ki, bağlansın həmin universitet. Əgər bilirsinizsə, Türkiyədə bir dənə universitet açılırdı, bağlanırdı bir ara, tapsam onu ataram. Hə, təsəvvür, mən bir dənə video baxıram Instagramda, bir dənə oğlan deyir ki, mən səhər oyandım, gördüm ki, universitetimi bağlayıblar. Təsəvvür, bu necə qorxulu bir şeydir. Siz neçə il oxumusunuz ki, bu universitetə daxil olasınız və bir də səhər görürsünüz ki, sizin universitetinizi bağlayıblar. Yəni, bu ehtimal var, ancaq özəl universitetlərdə. Təbii ki, demirəm, sizin oxuduğunuz özəl universitet bu dəqiqə bağlanacaq, belə bir şey yoxdur. Sadəcə onu bilin ki, hər an bu risk var. Ola bilər. Çünki onun sahibi bir biznesmendir. Və o hər an bankrot ola bilər və o universiteti bağlatdıra bilər. Və burada da problem yaşayan siz olacaqsınız. Ona görə onu deyirəm. O demək deyil, siz özəl universitet yazmalısınız. Xeyr, özəl universitet yazmaq istəyirsə yaza bilər. Çünki çox, necə deyim, çünki həqiqətən prestijli özəl universitetlər var. Məsələn, Xəzər Universiteti, ADA ki, inanmıram onlar bağlansınlar, amma uşaqlar həmişə bunu bilin ki, risk var. Universitetləri də yaxşı araşdırın, çünki seçim edəndə biz bir neçə universitet yazırıq və düşünmədən bunu eləyirik, sadəcə ixtisasa görə yazırıq, amma universiteti düşünmürük. Amma halbuki burada universitetin də kifayət qədər rolu var. Çünki məsələn, bu ixtisas çox yaxşı ola bilər, amma sizin universitetdə bunun təhsili çox da yaxşı olmaya bilər. Yəni, məsələn, universitet axtarış edəndə demirəm, siz onu Google-dan yazın və universitetin öz saytına girin. Çünki heç bir universitet özü haqqında pis məlumat verməyəcək və həmişə də özünü yaxşı göstərəcək ki, hamısı bu universiteti yazsınlar. Ona görə də universiteti ən yaxşı kimdən öyrənə bilərsiniz? Tələbələrdən. Məsələn, mənə yaza bilərsiniz Bakı Dövlət haqqında ki, mən Bakı Dövlət Universiteti haqqında bir video çəkəcəm ki, yəni siz universitet haqqında bütün reallıqları sadəcə tələbələrdən öyrənə bilərsiniz, müəllimlərdən yox.
sadəcə tələbələrdən və orada oxumuş məzunlardan təbii ki də. İndi demək olar ki, TikTok, YouTube, Instagram hamısı influencerlar olduğu üçün, yəni bir universitetdə oxuyan bir insanı tapmaq çox da çətin deyil. Yəni həmin tələbələrə yazın. Yəni burada utanmaq bir şey yoxdur. Sadəcə yazın ki, sizə biraz məlumat versinlər ya da siz müəyyən suallar toplayın özünüz üçün və həmin sualları onlara yönləndirin. Onlar təbii ki də cavab verəcəklər. Niyə də yox? Universitetləri araşdıranda kaş bunu biləydim dediyim bir şey də var idi. O da mübadilə proqramları olub olmadığının. Məsələn, universitet araşdıranda əsasən də universitetin saytında olur. Mübadilə proqramları deyəndə mən Erasmus proqramların, daha doğrusu Erasmus yox, Erasmus Plus proqramı. Çünki mən bildiyim qədər Erasmus Azərbaycanda artıq yoxdur, amma Erasmus Plus var və ya da əksinə, tam dəqiq bilmirəm. Deməli, Erasmus nədir? Erasmus sizin, məsələn, bir semestri, yəni bir yarım illik gedib xaricdə təhsil almanızdır. Amma bu tamamilə dövlət tərəfindən olur. Yəni, bütün xərcləriniz qarşılanır. Necə? Məsələn, siz bir il burada oxumusunuz Azərbaycanda. 6 aylıq ya da 3-4 aylıq siz Fransada məsələn təhsil alacaqsınız, amma tamamilə pulsuz şəkildə bütün xərclər qarşılanır. Yəni sizin universitet tərəfindən ya da ki oradakı sizin oxuyacağınız universitet tərəfindən hər şey qarşılanır və bu çox yaxşı bir imkandır. Hər universitetdə bu olmur. Onu da nəzərə alın və ikili diplom olub olmadıqlarını da nəzərə alın. O da eyni şeydir. Məsələn, siz 3 il burada oxuyursunuz və 4-cü ili siz xaricdə təhsil alırsınız. O da universitetdən universitetə dəyişdiyi üçün siz bunları çox yaxşı araşdırmalısınız. Çünki həqiqətən də insan 1-ci, 2-ci kursdan sonra bunları çox istəyir. Yəni sadəcə Azərbaycanda oxumaq istəmir. Və hamısının ixtisas seçəndə düşündüyü bir şey var. Bu ixtisas gəlirlidirmi? Ya da maaşı yüksəkdirmi? Yəni maaşı yüksək olmağı bu sizin bu işdə işləyə biləcəyiniz mənasına gəlmir. Yəni, bütün maaşı yüksək işlər var da, hər kəs orada işləyə bilir, yox. Əgər bir peşənin, bir ixtisasın, yəni işləyirsinizsə həmən o peşədə, onun maaşı yüksəkdirsə, deməli onda rəqabət də çoxdur. Ya da ki, hamımızın bildiyi kimi ya pul ya da tanışın olmalıdır ki, həmən o işdə normal iş tapıb işləyə biləsən. Yəni bunları da nəzərə almalısınız, çünki əgər siz sonradan istəsəniz, əgər ikinci bakalavr, yəni ikinci təhsil almaq, bu çox uzun bir prosesdir. Təsəvvür edin, siz 4 ilinizi havaya atmısınız, 4 il istəmədiyiniz ixtisasda oxumusunuz. Amma sonra ağlınıza gəlib ki, kaş mən bu ixtisasda oxuyaydım və yenidən təhsil almağa başlamısınız. Mənim fikrimcə bu biraz vaxt itkisi kimi gələ bilər, amma bəziləri üçün bu həyat qurtara bilər. Və unutmayın ki, peşman olsanız belə özünüzü günahlandırmaq lazım deyil. Çünki bizim sadəcə 17-18 yaşımız var, bəzilərimizin hətta 16 yaşı var, 19 yaşımız olanlar da var. Və biz bu yaşda 10 ildən sonra, 5 ildən sonra nə işləməyə istədiyimizi müəyyənləşdirməliyik ki, bu heç də düzgün bir şey deyil. Sadəcə bu bizim ölkəmizin sistemidir. Hansı ki, biz hamımız buna məruz qalırıq və məcbur olduğumuzu hesab edirik. Düşünürəm ki, belə olmasaydı çox yaxşı olardı. Ümid edirəm heç kəs seçimindən peşman olmaz və əgər səhv eləsəniz belə bir şey yoxdur burada. Hər kəs səhv eləyə bilər, hər kəsin səhvi ola bilər. Heç kəs həyatında ancaq düz qərarlar almayıb. Hər kəs mütləq səhv eləyib və nə qədər çox səhv eləsəniz, o qədər çox öyrənirsiniz. Yəni səhv eləməkdən heç vaxt qorxmayın. Bizim nə olar deyib keçin. Həqiqətən belə eləyəndə və məsələn belə deyəndə hər şey çox yaxşı olur. Bir şeyə çox fokuslananda, bir şey üçün çox narahat olanda, həqiqətən də o şey sizin istədiyiniz kimi olmur. Bir şey yola verəndə çox yaxşı olur. Düzdür, demirəm hər şeyi yola vermək lazımdır, amma bəzi şeylər var ki, onlara o qədər də vaxtınızı, ömrünüzdən gedən o vaxtı sərf eləmək lazım deyil. Və burada abituriyentlərin etdiyi bir neçə səhvi də demək istəyirəm ki, siz eyni səhvləri eləməyəsiniz. Məsələn, bəziləri var ki, dostum bu ixtisası seçir, mən də bu ixtisası seçmək istəyirəm. Bəs niyə sənin dostun sənin istədiyin ixtisası seçmədi? Yəni, əgər siz bu ixtisası istəmirsiniz, sadəcə dostunuza görə istəyirsinizsə, dost bu gün var, sabah yoxdur. Yəni, bilmək olmur da həqiqətən. Yəni, elə dostluqlar var ki, 10 il falan davam edir, amma sonra da onun həqiqətən üzün 10 ildən sonra görürsünüz. Yəni, ona görə də belə şeylər eləməyin. Özünüz istədiyiniz ixtisası yazın. Niyə də yox? Bu sizin həyatınızdır, dostunuzun və sizin həyatı deyil. Və ixtisasın nə öyrətdiyini araşdırmamaq. Bu çox həqiqətən vacib bir şeydir. Çünki həqiqətən də bir ixtisasın adını eşitdikdən sonra özümüzə uyğun bu ixtisasın nə olduğunu hesab edirik və bu ixtisasın bizə həqiqətən də nə öyrədəcəyini bilmirik.
Bunu da araşdırmaq lazımdır. Bu da bayaq dediyim kimi ixtisasları araşdıranda bunları da araşdırmaq lazımdır. Sonda da onu demək istəyirəm ki, ixtisas seçimi bizim həyatımızı müəyyənləşdirən yeganə və yaxud da son qərar deyil. Amma bizim üçün indi bu çox vacibdir. Yenə də onu deyirəm ki, çox da tələsik qərar verməyin. Hər şeyi yaxşı-yaxşı araşdırın. Tələsməyin və onu da deyim ki, ixtisas seçimini ilk eləyənlər 100% qəbul olacaq insanlar deyil və ixtisas seçiminin son anda, son 5 dəqiqə qalmış, son bir neçə saniyə qalmış ixtisas seçimi edən insanlar da universitetə qəbul olmayacaq deyə bir şey yoxdur. Yəni ixtisas seçimini birinci etmək, tələsmək lazım deyil. Demirəm etməyin, sadəcə tələsmək lazım deyil və sonuncu etmək də lazım deyil, çünki təlaşa düşə bilərsiniz. Sadəcə normal qərar verin, tələsməyin. İxtisas seçiminə 4-5 gün qalmış ixtisas seçimi etmək daha yaxşıdır. Çünki fikirləşməyə vaxtınız olur. Ümid edirəm hər kəs istədiyi ixtisasa, istədiyi universitetə qəbul ola bilər və universitetə qəbul olandan sonra sizin üçün bir video çəkəcəm ki, hansı ki universitet haqqında bütün məlumatları verəcəm. Universitetin ilk günü nə etmək lazımdır, universitet ümumiyyətlə necə bir yerdir, necə bir proses var universitetdə. Universitet haqqında bütün qaranlıq olan məqamlardan danışacağam ki, universitetə gedəndə məlumatlı olasınız və digərlərindən daha çox şey biləsiniz. Ona görə də izləmədə qalmaq üçün abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.